Naturopatiya təbii vasitələrlə müalicə deməkdir. Əslində naturopatiyanın kökü tarixi bizim eradan əvvəl 400-cü ilə gedir çıxır. Və Hipokratın deyək ki, məsləhətləri ilə o qədim təbabətin prinsipləri ilə səsləşir. Birinci dəfə 1895-ci ildə New York həkimi, New Yorklu həkim John Shiel tərəfindən təklif olunmuşdur. Lakin tarixə rəsmi olaraq 1902-ci ildə Benedikt Las tərəfindən bir termin olaraq daxil olmuşdur və naturopatiya sözünü rəsmi olaraq Benedikt Lasın adı ilə bağlayırlar. Demək, 20-ci əsrin əvvəllərində Amerikada 20-dən artıq naturopatik məktəblər fəaliyyət göstərirdi. 30-cu illərdə, 20-ci əsrin 30-cu illərində çox populyarlaşdı naturopatiya. Lakin pensilinin antibiotik erasının gəlməsi ilə 50-ci, 60-cı illərdən başlayaraq naturopatiya maraq bir qədər azaldı. Sonradan yenə 70-ci illərdən başlayaraq naturopatiya ilə daha dərindən maraqlanmağa başlandı. Və bu mənada demək, Azərbaycanda da yəqin ki, mən bildiyimə görə naturopatiya haqqında rəsmi belə bir yığıncağın olmağı ilk təcrübədir. Əslində, bunun naturopatiyanın marağında olan naturopatik müalicə metodlarına tanış olmaq istəyən həkimlərimiz çoxdur. Bunları nəzərə alaraq naturopatiya haqqında belə bir kurs təşkil etmişik. Naturopatik istiqamətdə əslində demək, fəaliyyət göstərən tibb mərkəzlərimiz, klinikalarımız var. Bu tibb mərkəzlərində, klinikalarda əsasən naturopatik metodlar istifadə olunur. Bitkilərlə müalicə, zəli ilə müalicə, demək, arıçılıq məhsullarla müalicə. Lakin bizim məqsəd ondan ibarətdir ki, demək, bu naturopatik fəaliyyəti nisbətən bacardığımız dairədə rəsmiləşdirmək və daha, demək, sistematik olaraq, demək, bilikləri çatdırmaq həkimlərimizə. Və aktuallıq ondan ibarətdir ki, artıq nəinki həkimlər, əhali də, bütün demək, dünya əhalisi də başa düşür ki, kimyəvi preparatlarla müalicə heç də demək, çıxış yolu deyil, xəstəliklərdən qurtulma yolunda. Kimyəvi preparatlar bədənə yad məhsullar olduğundan qısa müddətə demək, deyək ki, vəziyyətdən çıxarda bilər, hansısa bir problemi götürə bilər. Amma ümumiyyətlə söhbət sağalmadan gedirsə, xronik prosesin bədəndən tamamilə çıxmasından gedirsə, tam sağalmadan. Təbii ki, burada kimyəvi preparatların tətbiqi o qədər məqsədə uyğun deyil. Və kimyəvi preparatların əlavə təsirlərini həkim olmayanlar da, həkimlər də əksərən bilir. Və bizim də məqsədimiz odur, naturopatik metodların təbliğində, tətbiqində daha ziyansız, daha yumşaq təbabətin təbliğini təşkil edək və sözsüz ki, sağlamlıq keşiyində layiqincə dayanaq. Pərakəndə şəkildə naturopatik metodlardan əhali də geri gələndə istifadə edir və həkimlərimiz də istifadə edir. Məsələn, zəlini əksər hallarda cəmaatın özü, deyək ki, apteklərdən əldə edərək ev şəraitində istifadə edir. Və yaxud da bitkilərdən, əlbəttə, bitkilərdən istifadə olunur, ya nənə-babalarımızın deyək ki, köhnə biliklərindən, ənələrdən istifadə edərək elə xalq arasında bitki ilə məşğul olan təbiblərmi deyək, hər halda bu barədə məlumat olan adamlar tətbiq edirlər. Sadəcə bunlar, belə deyək, pərakəndə şəkildədir. Və bu bilikləri sistematikləşdirmək, bir balaca deyək ki, daha yığcamlaşdırmaq, məqsəd yönlü tətbiq etmək üçün belə bu kursun məqsədi odur. Və naturopatik metodlar o qədər genişdir ki, hazırda çox, həddən artıq böyük bir siyahı sadalamaq olar ki, bunlar hamısı naturopatiyaya aiddir. Və sözsüz ki, biz onlar haqqında məlumat vermək və yeri gəldikcə istifadə etməkdir məramımız bizim. Məsələn, deyək, göbələklərlə müalicə, funqoterapiya maraqlı bir sahədir. Bunun haqqında əhali arasında məlumat çox azdır. Həkimlərimiz arasında tək-tək yəqin ki, istifadə edən həkimlərimiz var. Amma axır, məsələn, 30-40 ildə sırf elmi şəkildə öyrənilir bu funqoterapiya. Əsas da Yapon alimləri və demək, Çin alimləri tərəfindən sırf elmi əsasda öyrənilir. Və böyük perspektivli preparatlardır. Məsələn, onkoloji xəstələrin deyək ki, vəziyyətinin nisbətən yüngülləşməyində,
kimyaterapiyanın və şüa terapiyasının əlavə təsirlərinin demək, azaldılmasında, daha yüngülləşdirilməsində və bəzi hallarda hətta onkoloji problemlərdən qurtulmaya qədər gətirib çıxarda bilir göbələklərdən müalicə. Təbii ki, bu mühazirələrdə, bu görüşlərdə göbələklər haqqında da, göbələk preparatlarının, bunlar biz tanıdığımız göbələklər deyil, onların bir neçəsinin adını mən çəkərdim, icazə versəz. Shiitake, reishi, cardiceps, agaricus, demək bu göbələklər vaxtı ilə əsrdən əsrə Yapon imperatorlarının nəsildən nəsilə bir deyək, sir kimi saxlanılaraq böyük demək, əhaliyə çatdırmamaq şərti ilə özləri istifadə ediblər məhdud dairədə. 60-cı illərdən bunların göbələklərin sənaye istehsalını taparaq, onların həm tətbiqini genişləndirmək imkanı yaranıb, həm onların elmi yolla öyrənməsi daha asan olubdur. Və məsələn, deyək ki, bir yönüm budur. Arıçılıq məhsulları haqqında, əhali haqqında da məlumat çoxdur həkimlərimiz arasındadır. Amma arıçılıq məhsullarının elə incə məqamları var, yəqin ki, onun çözülməyi məsləhətdir. Məsələn, hamı arıçılıq məhsulu deyəndə birinci növbədə bal nəzərdə tutur. Bəzi biraz o tərəfə gedəndə deyək ki, arı çörəyi haqqında məlumat var, arı südü haqqında, vərəmum haqqında məlumat var. Amma bir maraqlı məsələn, arı məhsulu var ki, yəqin ki, həkimlərimizin çoxunda o barədə məlumat yoxdur, tək sözsüz ki, var. Məsələn, vaskavoy mol deyirik, mum güvəsi. Çox maraqlı bir bu güvənin həyat fəaliyyəti nəticəsində bir demək, ferment var, çeraza adlanan bir fermentdir. Yeganə canlıdır ki, tamamilə inert olan o mumu nə suda həll olunur, nə başqa həllərcilərdə həll olunur. Həmən bu güvə öz o fermenti ilə yeyə bilir. Və bunu ilk dəfə bir demək, Muxin adlı bir Rus alimi, həkimi müşahidə edərək, hələ antibiotik erası başlamamışdan əvvəl vərəmin müalicəsində çox müvəffəqiyyətlə istifadə edib. Məsələ burasında ki, vərəm çöplərinin ətrafında xüsusi bir qişə var, mumdan təşkil olunmuş. Və hazırda da o antibakteriyal preparatlar bu mum bariyeri keçməyi çox çətindir. Ona görə bir neçə adda antibakteriyal preparatlar kombinə olunur və sözsüz ki, onların ağır təsirləri, əlavə təsirləri var. Demək, bu məhsulu daxil etməklə həmən o mum güvəsinin spirtdə məhlulunun daxil etməklə çox maraqlı bir effekt alaraq. Həmən o vərəm çöplərinin ətrafında olan mum qişa əriyir, belə demək mümkünsə, vərəm çöpü müdafiəsiz qalır. Və vərəm çöpündən mübarizə sözsüz ki, çox asanlaşır. Əvvəla antibakteriyal preparatların, antibiotiklərin tətbiqi bir balaca, deyək ki, onun dozası azaldıla bilər, sayı azaldıla bilər, sözsüz ki, əlavə təsirləri azalır buna görə. Və yaxud da yüngül hallarda, hətta məsələn, təbii antibakteriyal preparatlardan istifadə etməklə güvənin o, deyək ki, spirtli məhluluna bir yerdə vərəmin yüngül formalarını hətta müalicə etmək olar. Məsələn, təbii antibiotiklərdən, antibakteriyal preparatlardan elə arıçılıq məhsullarının vərəmum haqqında, propolis misal göstərmək olar. Bunun kimi digər belə çox şeylər var ki, onlar haqqında məlumat, homeopatiya məsələn deyək. Homeopatiya haqqında əlbəttə məlumat bu dəqiqə az deyildir. Azərbaycanda axır 3-4 ildə populyardır homeopatiya. Ondan effekt alan həkimlərimiz də var, almayanlar da var. Homeopatiyada maraqlı məqamlar çoxdur. Elə məqsəd burada homeopatiya haqqında da müəyyən qədər məlumat verməkdir. Və ən əsası sözsüz ki, Rovalux'un bitki mənşəli preparatları var ki, onların özünə məxsus bir özəllikləri var, üstünlükləri var. Biz, bəli, onları qabartmaq fikrimiz var, onlar haqqında. Məsələn, antiparazitlər kompleks var. Bunun tərkibində olan antiparazit demək, komponentlər ən güclü o komponentlərdəndir. O gözəl kombinasiyada onların yığımı, az preparatlar var ki, ən güclü, bir-birindən uyuşan antiparazit o komponentlər bir yerdədir. Məsələn, qaraqoz ekstraktı, qaraqozun tərkibdə olmağı böyük üstünlük verir bu preparatlara. Qaraqoz 100-dən artıq qurdun yumurtasının sürfəsini məhv etməyə qadir olan bir, deyək ki, vasitədir. Ümumiyyətlə, bu mühazirələr getdikcə, demək, Rovalux'un maraqlı o preparatları, göbələk preparatı haqqında məlumat verdim. Rovalux'un elə bir preparatları var.
efir yağları var. Bunların alınma texnologiyaları çox maraqlı yolladır, üsulladır. Başqa demək o efir yağlarının alınmasından daha üstün hesab olunur. Soy preslənməklə, orada əlavə qarışıqlar olmur, neft məhsullarından deyək ki, ekstraktiv yolla alınmır bu, həll olunur, yenidən bir başqa bir şeydən tutulmur. Çox təbii halda çatdırılır. Və bu yağların özü də son vaxtlar ümumiyyətlə efir yağlarının tətbiqi, bitki yağlarının tətbiqi. Bu da təbabətdə çoxdandan tətbiq olunan bir şeydir. Amma son vaxtlar ümumiyyətlə tətbiq olunsa da az əhəmiyyət verilir. Bir təbii vasitə kimi əslində bunların təsiri çox sahəlidir. Bunlar tərkibcə, deyək ki, həmi bədəni təmizləmə istiqamətində müəyyən o tərkib hissələri ona səbəb ola bilir, kömək edə bilir. Müəyyən o mikroelementlərmi, vitaminlərmi, amin turşularmı, ümumiyyətlə üzvü maddələrlə zəngin olduğuna görə çox gözəl hər tərəfli təsirləri olur. Regenerasiyanı, reparasiyanı çox gücləndirmə təsirləri var. İmmunostimulyator kimi təsirləri var. Ümumiyyətlə bu yağların tətbiqini biraz genişləndirmək və yenə sistematikləşdirmək üçün sözsüz ki, məlumatlar veriləcəkdir.